düşüp canıma, ana göz yaşını sil qadan alır. Eşkin məhəbbəti düşüp canıma, ana göz yaşını sil qadan alır. Yaşın irmini adlayır keçir, yaşın irmini adlayır keçir. Gözləyə bilmirəm bir qadan alım, özüm dərdlərimi bir qadan alım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Yaşın irmini atlayıb keçir, yaşın irmini atlayıb keçir. Gözləyə bilmirəm bir qadan alım, özüm dərdlərimi bir qadoyalım. Bu nəsirdir düşdü bana, eşq oduna düşdü bana. Bence kimdirsə rus dillidir. Ay bu nəsirdir düşdü bana, eşq oduna düşdü bana. Məhəbbətin qüdrətini mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana. Sevgilisi. Beni bu oğlandı. Ağa kız elden gitti. Olar qaynanamın şəklinə baxım. Yaxşı, Anasının gəlin. şəklidir. Hə, anasının şəklidir. Mənim sevgilisinin şəklidir. Yox, anasının şəklini gətirib ki, yəni darıxmışam anan üçün. Oradadır, mən buradayam. Yox, yox. Ha, sənin gələcək qaynanavın şəkli. Bəli, dedim axı, qaynanamın şəklinə baxım da bir tanış olur. Ağa, səninki təsəllidir. Buyurun Murad. Səninki təsəllidir. Nəğmə sevgi nəğməsidir. Onun da yad planetdə yarı var. Bəli, ağa. Barış bununla, barış. Dostlar, hər şeyilə, hər həftə deyilən ipucularıyla çox sevimli, əziz, dəyərli maska redaktorları bizi inandırmağa çalışır ki, bu maskanın arxasında Hüsniyədir. Düzdür. Yox. Həmçinin də bugün. Düzdür. Niyə? Düzdür. Niyə? Bir gəlirəm. Dedə, niyə? Niyə Murad, niyə? Hüsniyə. Çünki, baxın, aş yeməkdən danışıb, aş. Aha. Hüsniyə aş yeməyi çox sevir. Garajdan danışıb. Hüsniyə garaj aparıb mənlə. Bəli. Şou üçün uçub gəlmişəm. Bu yenə Hüsniyəyə aparan fikirdir. Nəqliyyat vasitəsi, avtomobil satmışam, maşını satıb köçüb Amerikaya, bilirəm də. Daha sonra bir dəfə 30 xinqal yeyə bilərəm. Axı bu Hüsniyənin məşhur statlarından biridir. Ya Nepal. Bəli, Eynən. 30 xinqal yeməyi. Nepalda gözünün qarşısında adam yandırıblar. Daha sonra görün, baxın. Bax, bugün nədədir bizə yad planet? Nə dedi? Dedi Radio ki, illərə toxundu. Steven Spielberg 82-ci ildə Bəli. film çəkib. 82-ci il üzr istəyirəm. Hüsniyədir. 82-ci yoxsa 80-ci dedi. 82-ci. Ha, 82. Aha. Daha sonra deyir ki, yaxşı şərh etməyim var. Ay Hüsniyə, axı biz elə səninlə İctimai'nin studiyasında Maneskin'in qələbəsini elan etmişik. Avroviziyanı şərh edərək. Ay Hüsniyə, adamın bir insafı olar. Gəlmirsən bir dostuma deyilən gəlmişəm. Gedək 30 dənə xingalı mən yeyim də. Təşəkkürlər. Amma bir dəqiqə. Hə, Bir dənə məqam var. Bu da maskada həmişə olan məqamdır ki, bizi elə bilərəkdən aparırlar boşqabın ortasında. Deyirlər ki, gələ Hüsniyədir. Hüsniyə olmasa Səmralı. Hə. Hə. Kamilə, siz də dediniz, hə. Buyurun Kamilə xanım, sizi dinləyək. Muradla veriliş aparmısan. Şərh etmisən. Bəs mən axı sənin dostunam. Həm də biz səninlə həmfikirik. Həm də mən də axı sənin kimi gedirəm. Düz sən orada yaşayırsan, mən də geyib gəlirəm. Bəs mənə deməzdər, sən maskadasan. Əgər bu Hüsniyədirsə, onda halal olsun bu səs, bu musiqi, bu qədər
hiss eləmək. Yəni mən Hüsniyyənin səsini eşitməmişəm. Yəni oxu səsini eşitməmişəm. Muraddan soruşun da. Çox Hə, eşitmişəm. Ya konservatoriyanı Çox bitirib. Hə, konservatoriya. yox, indi mən eşitməmişəm də indi. Qismətim buradadır. İndi neçə verilişli Hüsniyyə deyirlər. Amma mən də öz variantımda qalıram. Bu Mananadır. Nigar Camal. Kimdirsə balaca boydu. Bizdə də balacalar kimdir? Ya Səmradır, ya Hüsniyyadır, ya da Coşqun Padruqası Mananadır. Faiq Ağayev. Buyurun Nigar, nəsə demək istəyirsiniz? Əlavəniz vardı. Və onlardan biraz Hündür. hündür, Natavan ola bilər. Natavan Əbibi. Buyurun. Mən elə Natavan versiyasından başlamaq istəyərdim. Çünki ötən dəfə mən hətta burada dedim, amma onu açıqlaya bilmədim. Söhbətin məğzi döndü, yolu döndü. Ötən dəfə Yad Planetli söyləmişdi ki, indi də gedim səhnəyə ustad ifası eləməyə. Nəsə belə bir şeydir. Statın dəqiqliyinə cavabdeh deyiləm, amma məğzi buydu. 2013-cü ildə Space telekanalında yarışma gedirdi və o yarışmada mən də münsif idim, ustad münsif idim və Natavan Həbibi də ustad münsif idi. Bax, bu ustad məsələsi məni Natavana gətirdi. Bayaqdan mən fikirləşirəm ki, bu elə belə aksesuar deyil. O anasının şəklini hey bizə göstərir. Hey göstərmək istəyir ki, mən anamı çox sevirəm və bəlkə də bizə bir növ him eləyir ki, mənim anamı siz də tanıyırsınız. Bəlkə bu İlqarə Kazımovadır, Aygün Kazımovanın qızı. Aygün maşallah istənilən obraza girə bilər. İstənilən obraza girə bilər. Manananın da anasını tanıyırdıq da, rəhmətliyi. O da ola bilər. Yəni mənim versiyam budur və bir versiyada söyləmək istəyirəm. Bəlkə bu Safuradır. 3 versiyam var. Natavan Həbibi, İlqarə Kazımova və Safura. Keçib birini də dinə. 4 elə. Mən Manana deyə bilmərəm, professor. Hörmətli detektivlər, gəlin yalan, doğru məlumatı da var axı bizdə, düzdürmü? Auditoriya kömək eləyək onlara. Kömək eləyək detektivlərimizə. Bəli, sizin alqışlar çox önəmlidir. Yad Planetli özü haqqında 2 məlumat verəcək. Yad Planetli, buyurun, birinci məlumat. Qarabağ Universitetində dərs deyirəm. Qarabağ Universitetində dərs deyirəm. İkinci məlumat. Atam Qarabağ müharibəsinin veteranıdır. Atam Qarabağ müharibəsinin veteranıdır. O dedi ki, Qarabağ Universitetində dərs deyirəm. Sonra dedi ki, atam Qarabağ müharibəsinin veteranıdır. İkinci məlumatı doğruladı. Murad da dərhal mikrofonu götürdü. Buyurun Murad. Mən bildiyimə görə Hüsniyyə hərbçi ailəsindəndir. Mən də eşitmişəm. Nuranın valideynləri Bəli, Qarabağ bəli. müharibəsinin Bəli, veterandırlar. iştirakçılarıdır. Dərs deməkdə bizdə bir nömrəli Pərgar Elnarə Xəlilovadır. Bilirsiniz, o hər ilk fürsətdə həmişə dərs deyir. Və deyəndə də düz deyir. İndi ola bilsin yolu Qarabağ Universitetinə də düşüb, orada da dərs deyir. Manana Qarabağ Universitetində dərs deyə bilər. Yox. Niyə? Yox, bilər, amma belə bir şey yoxdur. Onu demək istəyirdim. Gürcü dilini. Və Elnarə Xəlilova üzərində biraz düşünək də, xahiş edirəm. Elnarə bu maskanın arxasında ola bilər. Bir mənalı ola bilər. Bu da gözəl versiyadır. Yalan doğrulardan istəyirəm Elnarəyə yol gəlsin. Reperlə dueti var. Ailə üzvlərindən biri Avropa çempiondur. Belə bir söz eşitmişəm elə bil közündən. Daha sonra efirdə işlətdiyim ifadəyə görə kanalın yayımı 3 saat dayandırılıb. Elnarə cəsarətli qızdı. Elə şey deyər ki, 3 saat yoxu 3 illik bağlanar kanal. Daha sonra yoldaşım mənə 2 dəfə avtomobil bağışlayıb. Bu versiyaya da mən inanıram. Çünki ola bilsin ki, Rövşən hədiyyə edibdi ona. Nepalda gözümün qarşısında insan yandırıblar versiyasında əsaslandırım. Bilirik ki, Elnarə bir şirkətin reklam siması olub. Çəkilişlər Hindistanda aparılıb. Ola bilsin ki, özdə Elnarə macəra sevən qızdır. Gəzə-gəzə gedib Nepala qabağında adam yandırıblar. Amma eyni zamanda inanıram ki, onun xarici xoreografdan da dərs ala bilər. Amma o faktın bilmirəm. Ala bilər. Onu bilmirəm. Okey, tamam. Efirdə işlətdiyi Mən ifadəyə onu görə dedim. kanalı Onu dedim də, o verilişin aparıcısıydı. Bəs Çıxdı getdi. bədən quruluşuna görə Elnarəni görürsünüz Elnarə orada. deyil, yox, mən Bədən görmürəm. quruluşuna baxın.
Kimdisə Elnarə belə deyil bu. çox şey deyə belə Çox aktiv, çox. Üzr istəyirəm ifadəmə görə belə Şıkıldaşırsınız. loru söz var. Belə dingiliqoz insandır kimdisə. Amma Elnarə artistdir də. Bəlkə Dıngıliqoz obrazına girib Faik bəy. Ola bilər. Ola bilər. Onu Natavan da eləyə bilər. Nigar Camal, biz sizi də eşitmək istəyirik. Sizin təxminlərinizi. Mənim təxminim yenə də mən düşünürəm ki, bu Natadır. Natavan Həbibidir. Kamilə xanım, Murad bəy danışanda, Hüsniyə təxminini söyləyəndə hardasa razılaşırdınız, hardasa düşünürdünüz. Maraqlıdır, nə düşünürdünüz? Muradla razılaşırsınız, yoxsa əksinə başqa fikirləriniz var, başqa təxminləriniz var? Məni çaşdıran bir məqam var. O da ondan ibarətdir ki, əgər bu Hüsniyyətsə və əgər biz artıq demişiksə adını, əslində Murad lap birinci deyəsən çıxışların, Bəli, birinci ən ilk çıxışın həftə demişdim. ən ilk həftədə söyləmişdi. Və ondan sonra israrla, yəni əgər maskanın arxasında Hüsniyyətsə, bu qədərmi onun kartları açılardı? Ay, sağ ol. Digər Mən də onu maskalarınsa bir kartı belə açılmır. Bilmirəm. Yəni nə oldu? Ya yandırılır Hüsniyə, o Nepaldakı adam kimi, Bəli. ya da ki bizi... Qaraj sözünü atırlar ortaya. Hə, Son təxminlərinizi eşitmək istəyirəm. Hörmətli Coşqun bəy. Mən istəyərdim ki, ağanı ürəkdən alqışlayaq, qoy mənim təxminimi o desin. Manana. Bəli. Təşəkkürlər. Kamilə Babayeva. Hüsniyə Məhərrəmova. Hüsniyə Məhərrəmova. Dərhal Murada deyəcəm. Murad, son təxmininiz. Mən bu mövsüm Yad Planetli üçün ilk dəfə olaraq Elnarə deyirəm bugün. Elnarə Xəlilova. Bəli. Nigar Camal. Yenə də nədənsə düşünürəm ki, bu Natavan Həbibidir. Faiq Ağayev. Mən də Səmra deyəcəm. Təşəkkürlər. Şəkli götür. Get mamaya bax, anana bax. Nə qədər istəyirsən. Bilirəm, darıxırsan. Yola salırıq. Yad Planetli. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Yad Planetli maskası arxasında kimdir?